Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizlərə 2-3 dəqiqəyə hazır olan yumurtasız mayonezin hazırlama qaydasını göstərirəm. Ev şəraitində hazırlanan mayonez həm ləzzətli, həm dadlı, həm də qatqısız olduğu üçün könül rahatlığı ilə hazırlayıb istifadə edə bilirik. Keçəyin hazırlanmasına quru bankaya qoxusuz günəbaxan yağı, süd, şəkər tozu, duz, xardal və limon şirəsi əlavə edirik. Mayonezi hazırlayarkən mütləq püre edən əl blenderindən istifadə edin. Doğrayıcı blenderdən istifadə etməyin əzizlərim, çünki istədiyimiz nəticəni əldə edə bilməyəcəyik. Videonun bu hissəsini mən kəsmədim, diqqətlə baxın. Blenderi bankanın dibinə qədər salırıq. İşə saldıqdan sonra mayonez qatlaşmağa başlayanda videoda görürsünüz. Onda blenderi yavaş-yavaş aşağı-yuxarı hərəkət etdiririk. Bu üsulla mayonez 2-3 dəqiqəyə hazır olur. Baxın, görün necə gözəl alındı. Nəticədə çox qatı, ləzzətli, hazırlanan da dadlı mayonez alındı. Hələ mayonezi soyuducuda 5-10 dəqiqədə saxlayanda mayonez özünü tutanda lap qatılaşır. İnanın əzizlərim, çox məsləhətli reseptdir. Videonun alt bölümündə, açıqlamada resepti yazacağam. Siz oradan istifadə eləyərsiniz. Əzizlərim, bir şirəsi nəzərinizə çatdırım. Mayonez hazırlayarkən bütün ərzaqlar otaq temperaturunda olmağı məsləhətdir. Bu mayonezi salatlarda, müxtəlif yeməklərin yanında rahatlıqla istifadə edə bilərik. Bankanın qapağını da örtüb soyuducuda 5 gün saxlayırıq. Göz haqqınıza halal edin. Hazırlayanlara nuş olsun. Videomu bəyəndinizsə like etməyi, abunə olmağı, şərh bölməsində öz fikirlərinizi yazmağı unutmayın. Allaha əmanət olun.